Ağdama ilk köçün vaxtı açıqlanıb, dəyərli izləyicilər. Deməli, yaxın vaxtlarda Ağdamın Xıdırlı və Kəngərli kəndlərinə ilk köç olacaq. Bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov ASTV-yə bildirib və qeyd edilib ki, Xıdırlıda 719, Kəngərlidə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb və Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məskunlaşdıracaq, ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq, imarət kompleksi hazırdır, cümə məscidi restavrasiya olunub, işğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub. Bu arada qeyd edək ki, Ağdam şəhərinə ilk köç bu ilin oktyabr-noyabr aylarında olacaq.